Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir. Bugün sizə belə bir möhkəm tikilmiş ev çəkib təqdim edirəm. Çəkişə başladıq birinci mərtəbədən. Bu döşəmə hamısı istipoldur. Hamamla ayaqyolu olmaq şərtilə. Hal-hazırda burada kirayə qalır. Yəni ev tam təmirlə təhvil veriləcək. Burada mətbəx yeridir. Yəni burada mətbəx yığılacaq, təzə mətbəx yığılacaq, necə də ürəyi istəyən. Bura bağlanacaq mətbəx meyvə materialı ilə. Hamamla ayaq yolsudur. Hamamla ayaq yolsudur. Hazır yaşayışlı evdir. Yüngül təmir işləri var. Onlar da tam təmir olunub, təhvil veriləcək evimizin. Burada gördüyünüz interneti var. Balaca eti var, həyətini də sizə göstərəcəm. Qiymət münasib qiymətdir. Yerini də sizə deyəcəm. Qalxaq ikinci mərtəbəyə. Burada balaca bir uşaq otağıdır. Evimiz kombi sistemi ilə qızdırılır. Kombisi də təzədir. Dəmir döküm kombisidir. 20 günün kombisidir. Burada da bir otaq. Yerini sizə göstəreyim. Bax. Bura 200 metrdir yolun arası, bəlkə də heç olmaz. Marşrutda gedir. Bura təzə saray yoludur. Təzə saray yolunun üstündədir. Bir daha qeyd edirəm. Tam təmirlə. Ürəvi istə təmir olunub veriləcək. Pilləkənləri belə mərmər pilləkənlərdir. Çıxaq indi həyətinə. Məsələn, həyətini də göstərim. Belə bir həyəti var, uzunsov həyəti var. Kim istəsə buranı navest eləyə bilər. Yəni həyətin divarlarını da buralar suvanacaq və rənglənəcək. Hazır dəmir döküm kombisidir. Evimizin sənədi kupçadır. Evin də kupçası var, torpağın da kupçası var. Tam təmirlə qiymət 36.000 manatdır. Yəni bunlar da yığışdırılacaq. 36.000 manatdır. Kim alsa Allah xeyir versin.